Bəzi adamlar sual verirlər ki, Həzrəti Musa Yəhudiliyi dinin gətirib, Həzrəti İsa Xristiyan dinin gətirib. Və Allah əgər bir dənədirsə, niyə bu cəmaatı dinlərə bölür? Amma Quranımız bizim elə demir də. Quranımız deyir ki, Adəmdən Xatimə üçün bütün peyğəmbərlər İslam dinini gətiriblər. Bütün peyğəmbərlər. Sadəcə olaraq, məsəl üçün, Ulul Əzm peyğəmbər var da. Ulul Əzm peyğəmbərlər 5-dir ki, bunların şəriəti olub. Həzrəti Nuhdur, Həzrəti İbrahimdir. Bu da o deməkdir ki, Həzrəti Nuhdan İbrahimə qədər nə qədər bu arada peyğəmbərlər olubsa, bütün peyğəmbərlər İbrahimə qədər Həzrəti Nuhun şəriəti ilə gediblər. Onun gətirdiyi əsas qanunlarla gediblər. Həzrəti İbrahimdən və həmçinin Həzrəti Musaya qədər bütün peyğəmbərlər Həzrəti İbrahimin şəriəti ilə gediblər. Və o hakiza belə davam edir. Bunların hamısı eyni dini gətiriblər. Sonradan bunların dinləri təhrif olub, dəyişdirilib. Həzrəti Musanın gətirdiyi həmin o İslam, yəni Allaha təslimlik, çevrilib Yəhudiliyə. Həzrəti İsa'nın gətirdiyi İslam, yəni Allaha təslimlik, çevrilib Xristianlığa, təhrif olub, dəyişdirilib. Hər bir batil inancda olan bəzi ayinlərin kökünə baxsan, gözləyirsən, azca təmizlik nəsə qalıb orada. Bilinir ki, bunun əvvəli təmiz olub, sonradan təhrif olub, dəyişdirilib. Amma necə ki, Həzrəti Nuhdan sonraki İbrahim əleyhissalam gəldi, artıq Nuhun şəriəti dəyişildi, təkmilləşdi. Bütün peyğəmbərlər eyni hədəfə vurublar, eyni dini gətiriblər. Amma zaman təkmilləşə, nəhayətdə bu ev hazır olur. Və sonuncu peyğəmbərin gəlişi ilə artıq digər peyğəmbərlər o mənada məhv olub, aradan gedir, həlak olur, filan yox. Yəni artıq olanın şəriəti hökmündən düşdü.